Salam, bugünkü mövzumuz psixologiya elminin yaranması və inkişaf mərhələləri haqqındadır. İnsan yarandığı gündən xarici aləm insanı daim maraqlandırır. Bu maraq insanı xarici aləmi öyrənməyə təhrik edib. Öz istəyinə nail olmaq üçün isə insan həm özünün, həm də başqa insanların daxili aləmini dərk etməli idi. İnsanın daxili aləminin öyrənilməsi psixologiyanın inkişafına təkan verib. Uzun illər psixologiyanın yaranması və formalaşması dövrünü 4 mərhələyə bölüblər. Ruhi aləm, dərk etmə, davranışlar və psixi fəaliyyətin mexanizmlərinin öyrənilməsi mərhələsi. Lakin psixologiya elmi inkişaf etdikcə yeni, daha vacib mərhələlərin araşdırılması ortaya çıxmışdır. Buna görə də müasir tədqiqatlar bu elmin inkişafını 7 vacib mərhələyə ayırır. Birinci mərhələ – təbiətin ümumi canlanması və psixika haqqında fikirlərin yaranmasıdır. Qədim zamanlardan insanlar mahiyyətini dərk edə bilmədikləri hadisələri canlandırmağa çalışmışlar. Onlar hesab edirdilər ki, insanlar, heyvanlar, bitkilər, ümumiyyətlə bütün təbiət hadisələri canlıdır və onların ruhu var. Ruh isə maddiyyatdan asılı olmayan, bütün canlı və cansız obyektləri idarə edən müstəqil bir varlığın ifadəsidir. Təbiətin belə canlandırılması animizm adlanır. Psixika haqqında ilk təsəvvürlər də animizmlə bağlıdır. Animizm latınca anima, ruh deməkdir. Lakin ruh haqqındakı elmi təsəvvürlər Yunanlara aid olduğu üçün anima anlayışı psixika anlayışı ilə əvəz olunmuşdur. Psixika sözü Yunan dilində elə ruh deməkdir. Növbəti mərhələmiz ikinci mərhələdir. İkinci mərhələ psixologiyanın ruh haqqında elm kimi qəbul olunmasıdır. İlk ictimai təlim və təsəvvürlərdə insanın bir sıra psixoloji xüsusiyyətləri mifoloji, dini, fəlsəfi təsəvvürlərə görə müəyyən edilməsi ilə başlamışdır. İnsanın mənəvi aləmi haqqında ilk təsəvvürlər qədim Misirlərə aid idi. Misirlərə görə insanın ruhu 3 şəkildə mövcud ola bilər. Birinci, insanın cismi ilə birlikdə anadan olandan öldüyü günə qədər. İkinci, öldüyü andan axirət dünyasına qədər və növbəti bədəndən təcrid olunmuş müstəqil bir varlıq formasında. Dini fəlsəfi təlimlərə əsaslanan hinduizmə görə isə hər bir insanın ruhu bu dünyaya 7 dəfə, lakin müxtəlif cisimlərdə, bədəndə qayıda bilər. O dövrdə dini fəlsəfi təlimlərin inkişafı formalaşdıqca yeni materialist fikirlər yaranmağa başladı. Qədim Yunan sivilizasiyasının məşhur filosoflarından Epikur öz təlimlərində insan ruhunun dəyirmi, kiçik, odlu və çox hərəkətli atomlardan ibarət olduğunu, insan nəfəs alıb verdikdə atomların onun bədəninə girib çıxdığını, insan öldükdə isə onu tamamilə tərk etdiyini göstərirdilər. Demokrit hesab edirdi ki, ruh təbiətin bir hissəsidir və o təbiətin qanunlarına tabe olur. Hipokrat temperament haqqında nəzəriyyəni yaratdı. Hipokratın fikrincə, insanın temperamenti onun bədənində üstünlük təşkil edən bu və ya digər mayedən asılıdır. İdealist fəlsəfənin nümayəndəsi olan Platon hesab edirdi ki, ruh qeyri-maddidir və məhv olunmazdır, yəni əbədidir. Platonun baxışlarına görə ruh 3 hissədən ibarətdir. Şəhvət qarında yerləşir, cəsarət ürəkdə yerləşir, ağıl isə beyində yerləşir. Bir insanda şəhvət, digərində cəsarət, üçüncüdə isə ağıl üstünlük təşkil edir. Birincilər yarım heyvani həyat yaşayır, ikincilər fəlsəfəçi, üçüncülər isə qəhrəman və yaxud əsgər olurlar. Bildiyimiz kimi Platon dualizmin banisi hesab olunur. Dualizmdə vücudu və psixikanı 2 ayrı müstəqil, antagonistik başlanğıc hesab edirlər. Digər tərəfdən təbiətin o biri tərəfində yerləşən gözə görünməz, ali dünyanı təşkil edən əbədi və dəyişməz mahiyyətlər haqqında fikir doktrinasını yaratmışdır Platon. Platona görə
Real əşyalar fikirlərin yalnız zəif kölgələridir. Növbəti isə sizinlə Aristotel haqqında danışaq. Psixologiyaya dair ilk elmi əsərin müəllifi Aristotelli ruh haqqında traktatı yazmışdır. Aristotel isə ilk dəfə ruh və bədənin vəhdəti prinsipi haqqında elmi fikirləri irəli sürmüşdür. Üçüncü mərhələ. Üçüncü mərhələ güclü təsirə malik olan xristian kilsəsinin fəaliyyəti ilə bağlıdır. Bu dövr psixologiyanın inkişafının durğunluq dövrü hesab oluna bilər. Kilsənin təsiri altında olan dini fəlsəfi fikirlərə görə insan anadan olanda ruh ilahi qüvvə tərəfindən onun vücuduna verilir və öləndən sonra yenidən alınır. Vücud ölür, ruh isə əbədi olaraq yaşayır. Kilsə psixosomatik xəstəliklərin inkişafına səbəb olan ilahi ruhla günahkar vücudun ziddiyyətini vurğulayırdı. Həmin dövrlərdə xristian, İslam və digər dinlərin təsiri altında belə bir təsəvvür formalaşmışdı ki, ruh ilahi varlıqdır, onun öyrənilməsi isə ilahiyyat qanunlarına tabe olmalıdır. Çünki ruhun dərinliklərinin öyrənilməsi ancaq dini təcrübədə mümkündür. Orta əsrlərdə insan şəxsiyyətinə müxtəlif fəlsəfi baxışlar formalaşsa da inkişaf edə bilmirdi. Yalnız 1-ci minillik başa çatdıqdan sonra kilsənin zəifləməsi insan haqqında yeni elmi fikirlərin formalaşmasına təkan verdi. Bu dövrdə insan dərk etmə haqqında müstəqil elm kimi baxış yox idi. İnsan və onun daxili aləmi haqqında biliklər fəlsəfənin tərkibinə daxil idi. Zaman keçdikcə artıq yeni elmi biliklər və yeni elmi fikirlər yarandı. Kuzanskiyə görə dərk etmənin 4 mərhələsi var. Hissi mərhələ, mühakimə mərhələsi, ağıl mərhələsi və intuisiya mərhələsi. Daha sonra John Locke tabula rasa, təmiz lövhə nəzəriyyəsini yaratdı. Qeyd etmək lazımdır ki, həmin dövrlərdə psixika haqqında həm şərq, həm də qərb ədəbiyyatındakı elmi biliklər, elmi araşdırmalar ancaq fəlsəfi dini biliklər daxilində aparılır və psixologiya elmi fəlsəfəyə aid fən hesab olunurdu. Avropa ədəbiyyatında psixologiya, mental fəlsəfə, pnevmatologiya adlandırılırdı. Mental sözü latın sözüdür, psixo olan deməkdir. Pnevmatologiya, pnevma Yunan sözüdür, nəfəs deməkdir. Daha sonra keçək 4-cü mərhələyə. Psixologiya anlayışının elmə gəlməsi ilə 4-cü mərhələ başlanır. Psixologiya anlayışı elmi termin kimi ilk dəfə olaraq Christian Wolff'un 1732-ci empirik psixologiya və 1734-cü illərdə rasional psixologiya çap olunmuş əsərləri və psixoloji ölçmə anlayışları ilə daxil olmuşdur. Bununla da psixologiyanın empirik və rasional istiqamətlərini bir-birindən ayrılmışdır. Psixologiyanın müstəqil bir elm kimi inkişafı 19-cu əsrin ikinci yarısına təsadüf edir. Hətta müstəqil eksperimental elm sahəsi kimi psixologiyanın tarixi Alman alimi Wundt'un Almaniyanın Leipzig şəhərində dünyada ilk eksperimental psixoloji laboratoriyanı yaratdığı 1879-cu il hesab olunur. Növbəti mərhələ 5-ci mərhələdir. 5-ci mərhələ 20-ci əsrdə Amerika psixoloqu John Watson, John Locke'un şuur konsepsiyasını inkar edərək diqqəti insanın şuuruna yox, davranışlarına yönəltmək lazım olduğunu bildirdi. Bu konsepsiya daxilində insanın ancaq davranışları və hadisələrə göstərdikləri reaksiyalar öyrənilir. İnsanın fəaliyyətinin psixoloji mexanizmləri isə kölgədə qalırdı. Bu istiqamətin nümayəndələrindən biri olan Skinnerə görə isə canlı orqanizm səhvlər və təcrübələrlə daha effektiv öyrənilə bilərdi. Növbəti mərhələ 6-cı mərhələ. 6-cı mərhələ şuursuzluq haqqında elmin yaranması ilə xarakterizə olunur. Davranış haqqında elmlə bərabər şuursuzluq haqqında elm də inkişaf edirdi. Psixologiyada bu istiqamətin nümayəndəsi
İnsan psixikasının 3 səviyyəli quruluş konsepsiyasının banisi olan Zigmund Freud idi. Şəxsiyyətin psixi strukturunun 3 səviyyəsini yaratmaq üçün Zigmund Freud yeni üsul, azad assosiasiyalar prinsipi əsasında olan psixanaliz üsulundan istifadə etmişdir. Bu mərhələnin nümayəndələrindən biri də Pavlovdur. Pavlov beyinlə bağlı müxtəlif eksperimentlər aparmışdır. Hafizənin və assosiasiyaların real əsasını təşkil edən şərti reflekslərin kəşfi onun adı ilə bağlıdır. Pavlov və Sechenov psixikanın maddə əsasının sinir sistemlərindən təşkil olduğunu sübut etmişdir. 7-ci mərhələ psixikanın funksional mexanizmlərinin öyrənilmə mərhələsi adlanır. Psixikanın funksional mexanizmlərinin öyrənilməsinə 20-ci əsrin 30-cu illərində başlanılmış və bu günə qədər də davam edir. Müasir mərhələdə, yəni 7-ci mərhələdə psixologiya elmi biokimyanın, fiziologiyanın və tibbin yeni araşdırmalarına əsaslanır. Bu mərhələdə emosiyaların yaranmasını araşdıran James Olds, beynin yarımkürəciklərinin asimetriyasını kəşf edən Roger Sperry, aktual ehtiyacların piramidası konsepsiyasını yaradan Abraham Maslow və digər tədqiqatçıların əsərləri psixika və psixologiyanın inkişafında dönüş nöqtəsi yaratmışdır. Psixikanın keçdiyi tarixi inkişaf mərhələlərinin elmi izahı göstərir ki, psixika həm də beynin xassəsidir. Mövzuya aid test tapşırıqları. Sual 1. Psixologiyanın elmi predmetinin formalaşmasına nə təkan olmuşdur? A variantı, insan davranışlarının yalnız müşahidəsi deyil. B variantı, xarici aləmin texniki yollarla öyrənilməsi. Xeyr. C variantı, insanın daxili aləmini dərk etmə ehtiyacı. D variantı, dini ayinlərin inkişafı. Burada düzgün cavabımız C variantıdır. Çünki psixologiyanın yaranmasının əsas səbəbi insanın təkcə xarici aləmi deyil, həmçinin öz daxili aləmini, yəni hisslərini, düşüncələrini, motivlərini anlama ehtiyacı olmuşdur və bu elmin predmetinin formalaşmasına təkan vermişdir. Düzgün cavabımız C variantı. Test 2. Təbiət hadisələrinin və cansız obyektlərin ruhla izah edilməsi hansı mərhələ ilə xarakterizə olunur? A bəndi behaviorizm, xeyr bu davranışlarla bağlı idi. B variantı animizm, bəli, cansız obyektlərin ruhla izah edilməsi animizmlə bağlıdır. C variantı psixanaliz, xeyr, psixanaliz şuursuzluqla bağlıdır. D variantı rasionalizm, xeyr, rasionalizm deyil. Bizim düzgün cavabımız B variantı animizmdir. Animizm mərhələsində insanlar bütün varlıqları canlı və ruh sahibi hesab edirdilər. Bu psixika haqqında ən ilkin təsəvvürlərin formasıdır. Test 3. Psixologiyada ruh-bədən vəhdəti prinsipini ilk dəfə elmi şəkildə irəli sürən kimdir? A variantı Platon, B variantı Demokrit, C variantı Aristotel, D variantı Hipokrat. Düzgün cavab C variantı Aristoteldir. Çünki Aristotel ruhu bədəndən ayrı müstəqil varlıq kimi yox, bədənin funksiyası kimi izah etmişdir. Bu yanaşma müasir psixologiyanın elmi əsaslarına daha yaxındır. Hətta biz dedik ki, orada ruh haqqında traktat əsərində də bunu qeyd etmişdir. Test 4. Temperamentin bədəndə üstünlük təşkil edən mayelərlə əlaqəli olduğunu iddia edən kimdir? A bəndi Platon, B variantı Hipokrat, C variantı Aristotel, D variantı Pavlov. Temperamentin bədəndə üstünlük təşkil edən mayelərlə əlaqəli olduğunu Hipokrat demişdir. Hipokrat temperamentin bioloji əsaslarını izah etmiş və 4 temperament tipini irəli sürmüşdür. Bu yanaşma psixologiyada fərdi fərqlərin izahında mühüm mərhələdir. Test 5. Psixologiyanın müstəqil eksperimental elm kimi formalaşmasının başlanğıcı hansı hadisə ilə bağlıdır? A bəndi Freudin psixanaliz nəzəriyyəsi ilə, xeyr. B variantı Pavlovun şərti refleksləri, xeyr. C variantı Wilhelm Wundtun Leipzigdə laboratoriya yaratması ilə, bəli. D variantı
John Watsonun behaviorizmi xeyr. 1879-cu ildə ilk dəfə olaraq Wilhelm Wundt ilk eksperimental psixoloji laboratoriyanı yaratdı və bu da elmi psixologiyanın başlanğıcı hesab olunur. Həmin tarixdən hesablanır. 6-cı test. Behaviorizm cəryanının əsas tədqiqat obyekti nədir? A bəndi şuursuz psixi proseslər, xeyr, bu psixanalizə aiddir. B bəndi şəxsiyyətin daxili strukturu, xeyr. C bəndi müşahidə olunan davranışlar. D bəndi daxili emosional hallar, xeyr, daxili emosional hallar deyil. Düzgün cavab C bəndidir, müşahidə olunan davranışlar. Behaviorizmə görə psixologiya yalnız ölçülən və müşahidə oluna bilən davranışları öyrənilməlidir. Daxili psixi mexanizmlər burada araşdırılmır, yəni kölgədə saxlanılır. Müşahidə olunan davranışlar. 7-ci test. Şuursuzluq anlayışını psixologiyada sistemli, elmi konsepsiyaya çevirən alim kimdir? A bəndi John Locke, xeyr, John Locke tabula rasa ağ lövhəni yaratmışdır. B bəndi Sigmund Freud. Bəli, Sigmund Freud psixoanaliz ümumiyyətcə Sigmund Freudun adı ilə bağlıdır. C bəndi Sperry, xeyr. Sperry'də Maslow 7-ci mərhələyə aiddir. Şuursuzluq isə 6-cı mərhələdir. Freud insan davranışının böyük hissəsinin şuursuz psixi proseslər tərəfindən müəyyən edildiyini göstərmişdir. Bu, psixodiagnostikada mühüm nəzəri bir əsasdır. Deməli, psixoanalizin və yaxud şuursuzluq anlayış deyirsə, Sigmund Freud. 8-ci test. Psixikanın maddə əsasının sinir sistemi ilə bağlı olduğunu eksperimental şəkildə sübut edən kimlər olmuşdur? Bizdən eksperimental şəkildə deyir. A bəndi Platon və Aristotel, xeyr, onlar sinir sistemi ilə bağlı bir fikir söyləməyiblər. B bəndi Maslow və Olds. Maslow və Olds dedik 7-ci mərhələyə aiddir və sinir sistemi ilə bağlı tədqiqatları yoxdur. C bəndi Pavlov və Sechenov. Bəli, Sechenov və Pavlovun eksperimental şəkildə sübut edən bir eksperimentlər olmuşdur. D bəndi Freud və Jung, xeyr, bunlar da daha çox psixanalizlə məşğul olmuşlar. Düzgün cavabımız Pavlov və Sechenov psixi fəaliyyətin fizioloji mexanizmlər üzərində qurulduğunu sübut etmiş, psixologiyanı təbiət elmlərinə yaxınlaşdırmışdır. Düzgün cavabımız C variantı. Test 9. Psixikanın əsas funksiyası aşağıdakılardan hansıdır? A bəndi yalnız emosiyaların formalaşması, xeyr. Xarici təsirin subyektiv inikası və davranışın tənzimlənməsi, bəli. İrsiyyətin ötürülməsi, xeyr. Dini inancların yaranması, xeyr. Düzgün cavabımız B variantıdır. Psixikanın əsas funksiyası xarici təsirlərin subyektiv inikası və yaxud da əks olunması da deyə bilərik və davranışın tənzimlənməsidir. Psixikanın əsas funksiyasıdır və bu əks olunma əsasında biz davranışımızı tənzimləyirik. Test 10. Psixologiyanın digər elmlərdən əsas fərqləndirici xüsusiyyəti hansıdır? A bəndi yalnız təbiət elmi olması, xeyr. B bəndi tədqiqat obyektinin maddə olması, xeyr. C bəndi insanın həm obyekt, həm də subyekt kimi çıxış etməsi, bəli. D bəndi yalnız müşahidə metoduna istifadə edilməsi, xeyr. Biz bilirik ki, psixologiya elminin çoxsaylı tədqiqat metodları var. Müşahidə və eksperiment əsas tədqiqat metodlarıdır. Bizim düzgün cavabımız C variantıdır. Psixologiyada insan həm öyrənilən obyekt, həm də öyrənən bir subyektdir. Bu xüsusiyyət psixoloji tədqiqatları digər elmlərdən fərqləndirir və diaqnostik proseslərimizi həmçinin çətinləşdirir, çox təəssüf ki. Düzgün cavabımız C variantı. Bir qədər çətin testlərlə davam edək. 1. Psixologiyanın inkişaf mərhələlərinin dəyişdirilərək yerli mərhələyə ayrılmasının əsas səbəbi nədir? A bəndi psixologiyanın yalnız davranışı öyrənməyə başlaması, xeyr. Biz hətta orada şuursuzluq anlayışına sonraki mərhələlərdə rast gəlirik. B variantı. Yeni texniki vasitələrin icad olunması, xeyr. C variantı. Psixologiyada yeni elmi problemlərin və tədqiqat istiqamətlərinin yaranması, bəli. C variantı doğrudur. D variantı psixologiyanın fəlsəfədən tam ayrılması, xeyr. Bizim düzgün cavabımız C variantıdır. Psixologiyanın inkişaf mərhələləri elmin tədqiqat predmetinin genişlənməsi ilə yenidən təsnif olunur və bu metodların deyil, problemlərin artması ilə bağlı olan bir prosesdir.
Testdir ki, aşağıdakı fikirlərdən hansını Platonun psixoloji baxışlarını düzgün əks etdirdiyini göstərə bilərik? A bəndi ruh maddidir və atomlardan ibarətdir. Xeyr. B variantı ruh bədənin funksiyasıdır və ondan ayrı mövcud ola bilməz. Xeyr. C variantı ruh qeyri-maddidir və bədəndən əvvəl mövcuddur. Düzdür. D variantı ruh yalnız davranış zamanı müşahidə olunur. Xeyr. Platon idealist mövqe tuturdu və ruhun maddədən asılı olmadığını və əbədi olduğunu qeyd edirdi. Yəni əbədi olduğunu qeyd edir və yaxud bədəndən əvvəl mövcud olduğunu qeyd edirsə, bu fikir Platonun ideyasını düzgün əks etdirən fikirlərdəndir. Test 3. Aşağıdakı alim nəzəriyyə uyğunluqlarından hansında məntiqi səhv var? Hipokrat temperamenti mayelərlə əlaqəsi düzgündür. Wundt eksperimental psixologiya. Bəli. John Watson şuursuzluğun tədqiqi. Xeyr. Pavlov şərti reflekslər. Bəli. Deməli, bizim variantımız C variantı. John Watson biz dedik ki, davranışla bağlı olan 6-cı mərhələyə aiddir. Şuursuzluğun tədqiqi Freydə məxsusdur. John Watson əslində şuuru, yəni kölgədə saxlayırdı digər daxili prosesləri və davranışı ön plana çıxarırdı. 4-cü test. Psixikanın beynin xassəsi kimi qəbul olunması hansı nəticəni elmi baxımdan zəruridir? A bəndi psixikanın yalnız introspeksiya ilə ölçülməsi. Xeyr, düzgün deyil. Psixi proseslərin fizioloji mexanizmlərlə əlaqəsinin araşdırılması. Bəli, çünki biz dedik 7-ci mərhələdə artıq fiziologiyadan əlaqəli şəkildə araşdırılırdı. Hətta bu 6-cı mərhələdə də özünü göstərir. Psixologiyanın yalnız humanitar elm olması. Xeyr. Ruhun maddədən tam müstəqil qəbul edilməsi. Xeyr. Deməli, bizim düzgün cavabımız B variantı psixi proseslərin fizioloji mexanizmlərlə əlaqəsinin öyrənilməsi. Əgər psixika beynin xassəsidirsə, onda onun sinir sistemi və beyin mexanizmləri ilə əlaqəli öyrənilməsindən söhbət gedir. Növbəti və sonuncu sualımız, aşağıdakı fikirlərdən hansı psixologiyanın elmi xüsusiyyətlərini daha dəqiq əks etdirir? A bəndi, psixologiya yalnız subyektiv müşahidələrə əsaslanır. Xeyr, yalnız subyektiv müşahidələrə əsaslanmır. B variantı, psixologiya təkcə davranışı öyrənir. Xeyr, bu sadəcə olaraq mərhələlərin birində özünü göstərir. Artıq sonraki mərhələlərdə şuursuzluğu da öyrənir, daxili motivasiyanı da öyrənir. Yəni bütövlükdə öyrənir, belə deyək. Yəni təkcə davranışı öyrənir, fikri yanlışdır. C variantı, psixologiyada insan həm tədqiqat obyekti, həm də tədqiqat subyektidir. Bəli, biz bunu öncəki testdən gördük. Yəni həm üzərində tədqiqat aparır, həm də öyrənir. D variantı, psixologiya yalnız fəlsəfi mülahizələrə əsaslanır. Xeyr. Psixologiyanın əsas fərqi ondan ibarətdir ki, öyrənilən obyekt insan eyni zamanda öyrənən